Birazdan gedib həll edəcəm. Bugün qalsan sabah bitirəcəm və həmin zaman isə heç gəlmir. Bəli, günümüzdə əksəriyyətimiz ertələmə, başqa adla təxirə salma sindromundan əziyyət çəkir. Səbəb nədir? Sözügedən vəziyyətdən özümüzü necə xilas edək? Psixoloq Gövhər Məmmədova deyib ki, həmin durum hazırda geniş yayılmış sindromdur. İnsan etməli olduğu, üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə o vaxt yetişdikdə artıq başqa işlə məşğul olur. Təbiidir ki, bu həmin insanın şəxsi həyatına, təhsil həyatına, iş həyatına, hətta sosial münasibətlərinə də öz mənfi təsirini göstərir. Bunun altında yatan bir çox səbəb vardır. Bunlardan ən mühümü də motivasiya çatışmamazlığıdır. Yetəri qədər motivasiya edə bilmir özünü və həmin işə cəmlənə bilmir və nəticədə qorxu yaranır. Həmin işi görə bilməmək, yerinə yetirə bilməmək, sona çatdıra bilməmək qorxusu. İnsanda qorxu ortaya çıxırsa, bu həmin şəxsdə özgüvən əksikliyi ilə əlaqələndirilir və bu döngü şəklində davam edir. Bunların ortadan qalxması üçün təbii ki, həmin insan öz üzərində çox işləməlidir. İlk öncə planlama qurmalıdır. Görəcəyi işləri gündəlik sıralamalıdır və ən mühüm olanından başlamalı, müəyyən zaman intervalları yaratmalı və istirahətlər belirləməlidir və həmin saatlara uyğun olaraq çalışmalıdır ki, öz vəzifələrini yerinə yetirsin. Həmçinin telefon, televizor, planşet, kompüter bizə çox əngəl törədir. Günün hansı saatlarında özümüzü məhsuldar hiss ediriksə, adı qeyd edilən texnoloji vasitələrin ekranlarından həmin vaxtlarda uzaq durmaq lazımdır. Sözügedən problemlər uşaqlıq dövrlərindən də qaynaqlanır. Bəzi valideynlər var ki, çox sərt qaydalarla övladını böyüdürlər. Azyaşlılar da qorxusundan bu qaydalara əməl etməyə çalışırlar. Nəticədə uşaqlar artıq öz emosiya və istəklərini bir qırağa qoyurlar. O balacalar böyüyüb yeniyetməli, gənclik yaşlarına çatanda sanki üsyan edərək görməli olduqları vəzifələrdən yayınırlar. Zamanla təxirə salma onlarda da formalaşır. Azyaşlılar rahat şəkildə öz emosiya və hisslərini ifadə edə, bölüşə bilməlidir. Zərintac Mayıs qızı Təbriz Quliyev, Misya TV.